abituriyentlər, bugünkü dərsimizdə cismin çəkisi, əlavə yüklənmə, çəkisizlik haqqında məlumat verəcəm. Deməli, çəki nədir? Çəkini çox vaxt şagirdlərimiz kütlə ilə qarışdırırlar. Kütlə başqa bir şeydir. Kütlə cismin ətalətliyini xarakterizə edir. Skalyar kəmiyyətli kiloqramlarla ölçülür. Çəki isə tərifimiz belədir. Ağırlıq qüvvəsinin təsiri nəticəsində cismin dayağa və ya askıya göstərdiyi təsir qüvvəsinə çəki deyilir. Məsələn, üfüqi səthdə hər hansı bir üfüqi səthimiz var. Həmin üfüqi səthimizdə M kütləli cismimiz var. Həmin cismin dayağa göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. Və yaxud da hər hansısa bir askı var. Askıya göstərilən təsir qüvvəsinə, bax, askıya göstərilən təsir qüvvəsinə cismin çəkisi deyəcək. Askıya göstərilən təsir qüvvəsinə cismin çəkisi deyilir. Çəki P hərfi ilə işarə olunur. Vektor real kəmiyyətdir. Çəki vahidi olaraq 1 Newton qəbul olunmuşdur. Dinamometr adlanan cihazla ölçülür. Üfüqi səthdə sükunət vəziyyətində askıda və yaxud da üfüqi səthdə cismin çəkisi modulca ağırlıq qüvvəsinə bərabərdir. Və cismin çəkisini üfüqi səthdə sükunət halında, bərabər şərtli hərəkət halında və yaxud da askıda biz onu ağırlıq qüvvəsinə, yəni mg-yə bərabər götürə bilərik. Dayağın cismə göstərdiyi təsir qüvvəsinə isə dayağın reaksiya qüvvəsi deyilir və yadda saxlamaq lazımdır ki, dayağın reaksiya qüvvəsi ilə çəki həmişə modulca bir-birlərinə bərabər olacaq. Çəki ilə ağırlıq qüvvəsinin arasındakı fərq nədir şagirdlər? Məsələn, tutaq ki, biz 2 dənə şəkil çəkirik. Bax, bu olacaq ağırlıq qüvvəsi, çünki ağırlıq qüvvəsi cismə tətbiq olunur. Amma bu olacaq çəki, çünki çəki dayağa və ya askıya tətbiq olunan təsir qüvvəsidir. Məsələn, mail müstəvidə, tutaq ki, üfüqi səth götürək və maili səth götürək. Üfüqi səthdə M kütləli cismin çəkisi mg-yə bərabərdir. Amma maili səthdə M kütləli cismin çəkisi artıq səthə perpendikulyar yönəlir. Bu çəkidir. Amma cismə təsir ağırlıq qüvvəsi həmişə aşağı doğru yönəlir. Mail müstəvi üzərində də elə bunu yazmışkən qeyd eləyək. Məsələn, üfüqlə müəyyən alfa bucağı əmələ gətirir. Mail müstəvi üzərində cismin çəkisi mg kosinus alfa düsturu ilə hesablanır. Əgər biz dayaqla birlikdə cismi A təcilindən yuxarı hərəkət elətdirəriksə, o zaman cismin çəkisi artar. mg plus A olar. Əvvəlcə mg idi, sonra mg plus A oldu. Demək, cismin çəkisi artdı. Cismin çəkisinin onun sükunətdəki çəkisindən neçə dəfə çox olduğunu bildirən fiziki kəmiyyətə əlavə yüklənmə deyilir. Əlavə yüklənmənin düsturunu biz mg üstə gəlsin ma bölünsün mg düsturuna əsasən hesablayacaq. O da bizdən ötürü 1 plus A böl j düsturu ilə hesablanır. Yəni, cisim A təcili ilə yuxarı hərəkət edərsə, o zaman cismin çəkisi mg plus A düsturu ilə hesablanacaq. Əgər cisim A təcili ilə aşağı hərəkət edərsə, o zaman çəkimizin düsturu olacaq mg minus A. A təcili aşağı yönələrsə, burada isə A təcilimiz yuxarı yönələrsəydi. Yəni, A təcilindən aşağı hərəkət edən cismin çəkisi azalır. Çəkinin azalması zamanı isə tapdığımız düsturumuz bu şəkildə olacaq. 1 bölünsün bərabərdir. 1 minus A böl J düsturu ilə hesablanacaq cismin neçə dəfə çəkisinin azaldığını bildirən fiziki kəmiyyət. Əgər bizim çəkimiz, daha doğrusu təcilimiz J-yə bərabər olsa və aşağı doğru hərəkət eləsə, onda cismin çəkisi sıfıra bərabər olacaq. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik deyilir. Çəkisizlik deyilir. Artıq biz bu iki düstura əsasən qrafiklərimizi çəkə bilərik. Bizim çəkinin təcildən asıllıq qrafiki müəyyən qiymətdən başlayan, yəni mg-dən başlayan və artan düz xətt olacaq. O vaxt ki, A təcilindən cisim yuxarı hərəkət eləsin. Əgər A-mız J-yə bərabər olsa 2mg olacaq. Burada A təcili ilə yuxarı hərəkətdədir və düsturumuz mg plus A-ya əsasən yazılır. Çəkinin təcildən asıllıq qrafiki isə ikinci halda bu şəkildə verilə bilər. Əgər təcilimiz J olarsa çəkimiz 0 olar. Burada isə mg-dir. Burada isə bizim çəkinin düsturu m vurulsun J minus A düsturu ilə hesablanır. Əgər təcil aşağı doğru hərəkət edərsə, yəni təcilimiz aşağı doğru yönələrsə çəkimiz mg minus A,
yuxarı doğru yönələrsə çəkimiz mc plus a-ya bərabərdir. Mail müstəvi üzərində çəkinin düsturun mc kosinus alfaya bərabər olduğunu bildik. İndi gəlirik biz çökük körpüdə və qabarıq körpüdə çəkinin düsturu. İndi biz çökük körpü artıq bu bizdən ötürü əyri xətli hərəkətdir. Ona görə də bizim təcillimizin mərkəzə doğru, yəni yuxarı doğru yönəldiyini bilirik. Ona görə də çökük körpüdə təcil yuxarı yönəldiyi üçün çəkinin düsturu mc plus a düsturu ilə hesablanacaq və biz a-nın yerinə çevrə özü hərəkətdəki düsturunu v kvadrat bölünsün r-i yaza bilərik. Buradakı r körpünün əyrilik radiusudur. Qabarıq körpüdə isə mərkəz aşağıda olduğuna görə təcilimiz aşağı doğru yönələr. O zaman çəkinin düsturu mj minus a olar. A-nın da yerinə nə yaza bilərik? J minus v kvadratı bölünsün r düsturu ilə hesablaya bilərik. Bax, bu da çökük və qabarıq körpüdə cismin çəkisinin ifadəsi. Çəki həmişə dayağa və ya askıya tətbiq olundu. Cismə tətbiq olunmur. Çəki sıfıra bərabər ola bilər, çəki arta bilər, çəki artırsa əlavə yüklənmə, çəki azalırsa və j təcilini aşağı hərəkət eləyərsə, çəki sıfır olarsa cismə çəkisizlik də olduğunu deyə bilərik. Yəni çəki sıfır ola bilər, çəki arta bilər və salam. Amma ağırlıq qüvvəsi cisim həmişə hansı təcillə, hansı sürətlə hərəkət edirsə etsin, ağırlıq qüvvəsi dəyişməz. Ağırlıq qüvvəsi həmişə mg'dir. Yəni çəkinin ağırlıq qüvvəsinə bərabər olduğu hal sadəcə sükunət halı və bərabər sürətli halda ağırlıq qüvvəsi çəkiyə bərabərdir. Digər hallarda çəki ağırlıq qüvvəsindən böyük də ola bilər, kiçik də ola bilər. Bu qədər şagirdlər, diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın, bəyənin, paylaşın ki, digər şagirdlər də faydalana bilsin. İndi bunlara aid məsələlərimizi də, nümunələrimizi də qeyd edəcəyik. Sağ olun, təşəkkürlər.